Ay salam aleykum, xoş gördüm hər birinizi. Bu videoya baxan gözəl insanlar, bacılar, arkadaşlar. İnanıram ki, bu video sizin həyatınızda böyük bir nəyəsə bir səbəb olacaq. Və həyatda, cəmiyyətdə ən çox böyük olan problem özgüvən problemi, özünə inanmamaq problemi. Bir çox insanlara həyatda özdə ən çox adam yandıran bilirsiniz nədir? O Məsələn, bir uşağa dair deyirlər, əmisi başı var, amma oxumur. Yəni, bu uşağın potensialı var, amma oxumur da, yəni əziyyət çəkmir, eləmir. Niyə? Ya avaradır, ya da ki, özündən güvəni, inamı yoxdur. Və belə bir hallar olanda həyatda potensiallı insanlar, hansı ki, içində çoxlu güc və ağıl, dəraka və s. var, özünə güvənmir deyə, nəsə bilmir, qorxur deyə həyatda qabağa getmir, heç nə eləmir. Hərçənd ki, qabağa getsə, nəsə eləsəydi, 1 ilə, 2 ilə, 3 ilə istədiyi həyata nail olardı, istədiyi kimi yaşayardı, istədiklərini alardı, istədiyi vaxt, istədiyi yerinə gedərdi, istədiyi qədər xərcləyərdi və qazanardı və s. Biz bu problemin kökünü birinci araşdırıb tapacağıq və sonra bunu kökündən necə həll etmək olarsa, onu bir-bir bu dərsdə hamısını keçəcəyik. O zaman ona görə də qəşəng bir çay için, ya bunu iş görə baxmayın, çünki fikir qarışacaq, uşaq çağıracaq falan olacaq. Yarımçıq baxanda bir videoya, motivasiyon filmə falana fərqi yoxdur. Fikir dağılır, gələn informasiya dağılır, növbəti informasiya binövrəsiz, heç nəyin üstünə qurulmur və ona görə də nəticə də verir. Ona görə də rahat, hardasa bir 15-20 dəqiqəlik nə vaxt yer taparsınız, onun da bu videoya baxın ki, nəticəsi də yaxşı olur. Deməli, özgüvən elə bir şeydir ki, biz dünyaya gələndə A nöqtəsi deyək də, biz dünyaya gələndə biz ümumiyyətlə heç danışa da bilmirik də, gəzə də bilmirik və s. Həyat boyu yaşadıqca biz bunların hamısını öyrənə gedirik. Və həyat boyu öyrənəndə, məsələn, indi bizim valideynlərimiz hamısı SSR dövrün adamlarıdır. Orada uşağı başqa cür tərbiyə edirlər və indiki cavan nəsil başqa cür tərbiyə edir. Orada biz nəyisə pis eləyəndə, bizim üstümüzə qışqırırdılar, bizi danlayırdılar, döyürdülər, çırpırdılar bəzilərini, leşini atırdılar. Amma kimsə mənim kimi yüngül keçiribsə, yəni bizi vurmurlar. Və insan özgüvəni harda itirir? Mən bunu sizə niyə deyirəm? Çünki özüm cavan nəsil kimi bir oğul böyüdürəm və bilirəm ki, internetdə baxıram artıq bir şeydən nəsə anlamaya çalışmışam ki, uşağı çoxlu danlayanda, uşağın üstünə qışqıranda onun özgüvəni təsəvvür edin. Bax, bu özgüvənin 0 səviyyəsidir. Uşağın üstünə qışqıranda özgüvəni qırılır. Uşağa nəsə eləmə deyəndə, hərçənd ki, onu eləyib nəsə öyrənə bilər, falan nəsə eləyə bilər, eləmə deyəndə özgüvən yenə qırılır. Qonaq gəlir, uşaq iqruşkasını qonaq gələn uşağa vermək istəmir, üstünə hamıya da qışqırırsınız ki, uşağınıza da qışqırırsınız ki, o iqruşkanı ver ona, sən niyə beləsən, niyə belə acgözsən, niyə falan, orada da özgüvən qırılır və ən pis şeydir o, çünki o öz territoriyasını qoruyur, özünə məxsus olan şeyləri qoruyur və qorumalıdır. Yəni, məsələn, başqası gəldi, onun iqruşkasını almaq istəyirsə, onu qoruyursa, o çox super bir şeydir. Siz onun üstünə qışqırıb deyəndə ki, bunu eləmə, ver, sabah onun əlindən nəsə alanda, travma yaranacaq da, onun əlindən gəlib nəsə alanda, o bu travmaya görə verəcək və qorumayacaq. Sabah, məsəl üçün, çöldə biri gəlib onu üstünə biraz xod geçsə, desə ki, cibindəki pulu vermə, verəcək. Çünki travma yaratmışsınız əvvəlcədən və s. Və plus, bu uşaq ikən yaşadığımız travmalarda hansı ki, biz böyüyəndə bizə böyük bir problemlər yaradır ki, bizim özgüvənimiz aşağı səviyyədə olur. Və böyüyəndə bir növ problemlər də var. Böyük insanda özgüvən necə düşür? Məsəl üçün, mən bugün özümə nəsə almaq istəyirəm və qiymət civarı məsəl üçün 10 manatdır, 20 manatdır, 100 manatdır, fərqi yoxdur və almıram. Deyirəm ki, məsələn, analar deyək də, analar məsəl üçün özlərinə abur-cubur, məsələn də, indi hər bir qadın istədiyi bir şeydir, əksər qadına. Abur-cubur almaq istəyir, 10 manat, 20 manat pul lazımdır, var pul. Uşaq var, problemlər, kreditlər və s. İlk öncə onu deyim ki, problemlər bizim həyatımızda heç vaxt qurtarmayacaq. Biz əgər düşünsək ki, bu gün gəzməyə getməyin. Niyə? Çünki pul yoxdur. Sabah maaş alanda gedərik falan. Bilin ki, bu gün bir problem varsa, biz bunu həll edib başqa bir
günə keçəndə başqa bir günün növbəti bir öz problemi olacaq. Yəni biz ömür boyu gözləsək ki, bizim həyatımızda problemlər tam sovrulsun və tam yoxa çıxsın, elə bir şey olmayacaq. Ona görə problemin bitməyini gözləməyin. Əgər ürəyiniz nəsə istəyirsə və buna imkanınız, vaxtınız varsa, eləyin. Eləməyəndə nə olur? Bizim içimizdə balaca, hər birimizin balaca variantı var. Məsələn, mənim 26 yaşım var, amma mənim içimdə 5 yaşlı bir balaca əzəmət var. Mən elə bir ki, bir iş görəndə mənə enerji lazım olur, güc lazım olur. Mən o gücü elə ondan alıram. Belə təsəvvür edin ki, rahat başa düşəsiniz də. Bunun hamısı beyni bir sistem şeylərdir. Mən sizə onu lori dildə izah edirəm. Baxın, bu mənəm 26 yaşda, bu da içimdəki o 5 yaşlı əzəmətdir. Enerji mənə buradan gəlir. Mən bir iş görəndə, həvəslənəndə falan, bax buradan enerji alıb bir iş görürəm. Mən bu gün bir iş görürəmsə və buna mənə balaca əzəmət enerji verirsə, mən bu işi gördüm, qutardım. Nəticə yaxşı oldusa özümü mükafatlandırmalıyam. Özümü deyəndə mən bax bu əzəməti nəzərdə tuturam. Biraz çətin bir şeylər izah edim sizə, asan dildə ki, başa düşəsiniz ki, bu sistem necə işləyir. Mən bir iş görəndə 5 yaşlı əzəmətdən, içimdən bir enerji alıram. Mən sabah bir şeyə nail olanda, məsələn, anaları deyək də, ana olmaq bir şeydir. Ana olub uşaq böyütmək bir şeydir. Uşağı dünyaya gətirmək bir şeydir. Onu hazırlığa ya hazırlığa aparıb gətirmək, yeməyini, içməyini hazırlamaq, vermək, paltarını hazırlayıb vermək, evdə gələndə ev dərslərinə kömək eləmək, bunun hamısı bir işdir. Və burada siz enerjini həmin bu içinizdəki 5 yaşlı özünüzdən götürürsünüz. Əgər bu işi bitirəndən sonra özünüzə mükafat adlı bir şey vermirsinizsə, yəni mükafat nədir? Mükafat odur ki, mən bu gün özümə 10 manatlıq bir abur-cubur almaq istəyirəmsə, qadınların dili ilə danışım. Mən bunu eləmək istəyirəm, amma gözləyirəm ki, problemlərim bitsin, kreditlər bitsin və s. problemlər bitsin ki, özümə 10 manatlıq, ya 1 manatlıq, ya 2 manatlıq bir şey alım. Onda biz elə bir ki, özümüzü 5 yaşlı variantını mükafatlandırmırıq. Və sabah biz bir iş görəndə, həvəssizlik, bunu eləmək istəmirəm falan, əsl səbəblər buradan gəlir. Sabah siz bir iş görmək istəyəndə, məsələn, uşağınızı dərs oxutdurmaq istəyəndə deyirsiniz ki, ayda bezdim, yenə bu, belə, nə qədər olar, eyni şeylər. Siz özünüzü əvvəlcə ondan qabaq bu işi eləyib bitirəndə özünüzü mükafatlandırmadığınıza görə sabah siz bu işə həvəssiz yanaşırsınız, məcbur, belə gedir və axırda o dərəcəyə çatır ki, onu eləmək istəmirsiniz, zəhləm qaçır o işdən də. Və həyatda özgüvən də bax bunun kimi bir şeydir. Özgüvən, məsələn, siz həyatda bir şey eləmək istəyirsiniz, amma onu ertələyirsiniz, sonra. Qəşəng atalar bir söz var, deyir ki, əldən ertələyən 50 il. Nəsə də əldən ertələyən 50 il ertələyir. Nəsə belə bir şey var, siz başa düşdünüz məni. Yəni bir şey ertələsəz ki, filan şey olsun alacağam, filan şey olsun eləyəcəm, filan şey olsun gedəcəm falan, bilin ki, o həmişəlik qalır. Və siz özünüzə əsas budur. Özünüzə mükafat verməsəz, sabah sizin özgüvəniniz də aşağı düşə gedəcək. Çünki siz bir şey istəyirsiniz, amma özünüzü mükafatlandırmırsınız. Sabah özünüzü ki, məsələn, borclu da hesab edəcəksiniz. Məsəl üçün, ancaq evə, uşağa, yemək, içməyə, təmizliyə baxacaqsınız. Özünüzə heç nə mükafat eləməyə də özünüzə qarşı hörmət də gedəcək, özgüvən də gedəcək, inam da gedəcək və sabah özünüzü hamıya borclu hesab edəcəksiniz. Elə biləcəksiniz ki, qul rejiminə keçəcəksiniz də. Qul necə elə bilir ki, onun üçün həyata heç nə yoxdur. Nə əmr oldusa onu eləməlidir. Yoldaşınız əmr edir ki, mən evə gələndə yemək pişir, qoy stolun üstünə, onu eləyəcəksiniz. Düzdür, eləmək lazımdır, amma bu siz nətər? Yoldaşınız da sizi hardasa bu əziyyətlərinizə, bu məşəqqətlərinizə görə sizi mükafatlandırmalıdır. Ən azı, yəni elə yoldaşlar var ki, mükafatlandırmır, lom olur, odun olur, necə deyərlər də, aromantik olur, antiromantik olur, bir şeylər görmür, elə bilir ki, qadın, evləndim, qadın indi evdən çölə çıxmamalıdır, ancaq uşağa, yemək içməyə, evin təmizliyinə baxmalıdır, Amma kişi, məsəl üçün, yorulanda gedir uşaqlarla oturur, harca kafedə yeyib içib gəlir, ya gedir kinoya baxır, ya nə bilim uşaqlarla harca gəzməyə gedirlər rayona, amma qadın oturur evdə. Bu, təəssüf ki, Azərbaycanda hal-hazırda olan böyük problemlərdən biridir, amma çox şükür ki, cavan nəsildə artıq bu yavaş-yavaş itə gedir. Ən çox bu SSR dövründə yaşayan, Sovet dövründə olan düşüncəli insanlardır və belə qadınlara səslənirəm ki, əgər yoldaşınız sizə bu elədiyiniz əziyyətlərə görə
Yəni bunu belə də olmalıdır deyə belə düşünürsə və belə neçə ildir yaşayırsınızsa, mənim o günlər bir tələbəm gəldi, dedi ki, yoldaşım bir gün qayıdıb mənə dedi ki, sən bütün gün evdə otursan da nə qayırsan ki? Sabahsız gün mən həqiqətən heç nə eləmədim. Nə evi yığışdırdım, nə yemək bişirdim, nə heç nə eləmədim. Ancaq keyfimə baxdım. Telefona baxdım, seriala baxdım, hər nə elədimsə, yoldaşım axşam işdən gələndə gördü ki, ev dağınıq, tör-tökünük, yemək yoxdur, ac oturdu evdə. Mənə baxdı, mən də ona baxdı. Dedi ki, niyə belədir? Mən də qayıtdım dedim ki, bəs mən evdə nə edirəm ki? Mənim evdə işim zadım yoxdur. Evdə heç nə eləmirəm. Kişi səhvini başa düşdü, dedi ki, bir də mən o sözü sənə deməyəcəm. Ya elə bir variant işlədə bilərsiniz. Ya da ki, əgər yoldaşınız lom deməyək də odundur. Yəni bunları heç vaxt sizdə görməyəcək. Başa salsanız da belə, sizi ora bura aparmır falan. Ən azı özünüz özünüzə hörmət edin və özünüz özünüzə mükafatlandırın. Yoldaşınızdan pul alın. Gedin məsəl üçün bir gün bir kofe shopda 5 manatdır da kofe nə qiyməti var? Kofe içmək istəyirsinizsə kofe için. Ya bir kinoya gedin, ya bir gəzməyə gedin, ya vaxtınız yoxdursa bunlara nəsə özünüzə alın, abur-cuburdan başlayaraq paltarda bitə bilərsiniz, ya bitə bilmərsinizsə, yəni başqa şeylərdə də bitə bilərsiniz. Mən ağlıma gələn şeylər deyirəm. Yəni özgüvən, özünə inam və özünə hörmət özünü mükafatlandırmaqdan gəlir. Siz bir iş görəndə axırda özünüzü mükafatlandırmasanız, bunun üçü də gedəcək. Və bunun üçün nəyə lazımdır? Biz həyatda bir iş görəndə, məsəl üçün, mənim kursuma gələn və yaxud da ki, həyatda biznes işi ilə məşğul olub pul qazanmaq istəyən insanlar, bu hər zaman onlara lazım olacaq. Özgüvən, hörmət, inam lazımdır ki, məsəl üçün, bir tortçu 30 manatlıq tortu 20 manata verməsin kiməsə 10 manat endirim eləməklə. Yəni özünə inanmayan, özünə güvənməyən, özünə hörmət eləməyən, əziyyətinə dəyər verməyən, vaxtının qədrini bilməyən və çox iş görüb onun öz mayasına satan insanlar heç vaxt qabağa getməyəcək. Bax bu bizim arxaya getməyən, bu olmasa bizim arxaya getməyimizin bir növ nişanəsi olacaq. Yəni bax bu səbəb olacaq ki, biz qabağa getməyək həyatda. Və əgər biz bir iş öyrənib pul qazanmaq istəyiriksə, bilin ki, bunlar adama hava kimi lazım olacaq vacib bir şeylərdir. Bunu başa düşdük ki, biz həyatda özümüzə ya uşaqlıqda travma almışıq, ya da böyük olanda istəklərimizə yox deyib, özümüzə limit qoyub, hər şeydə yox deyib, özümüzü istəklərimizi etməmişik. Özümüzü mükafatlandırmamışıq deyə bizim indi özgüvənimiz sıfırdan da aşağıdır. Biz özümüzə güvənmirik. Sabah bir işə başlamaq istəyirik, tərəddüd edirik ki, bəlkə məndə heç alınmayacaq falan. Hərçənd ki, uğurlu insanla uğursuz insanın yeganə fərqi budur ki, bu insan özünə inanır, özünə güvənir. İkisinin də məsəl üçün 0 manat pulu var, 0 imkanları var. Amma ikisində eyni divijeniyası var. Məsəl üçün də 5-5. Bu insan özünə inanır, güvənir, özünə hörmət edir deyə bu divijeniyaların sayəsində qabağa gedəcək. Onun divijeniyası gələcəkdə olacaq 500 falan. İndi bunu manat kimi yox, sadəcə rəqəm kimi təsəvvür edin də. Bu insanın da divijeniyası var, amma özünə güvəni, inamı, hörməti yoxdur deyə bunun getdikcə özgüvəni olacaq 0. 0-a düşəcək. Və bu həyatda insanlar məsəl üçün 1 il intervalda bu insan məsəl üçün 0-dan qalxıb hər ay məsəl üçün 1000-3000 manat arası təxmini qazanacaqsa, bu hamı məsəl üçün 0-dan qalxmayacaq, elə 0-da da qalacaq, hətta borca da düşə biləcək, mənfiyə də gedə biləcək. Başa düşdünüz? Yəni biz özümüzü bax bu mükafatlandırmaqdan başlayırıq hər şey. Əgər hər şey ailə üçün, özümə yox, ailəyə qoy sərf edim, uşaq istəyir, özümə yox, belə elə. Bu sizin indi gözünüzdə bir nöqtə kimidir. Amma bu nöqtələr yığılır. Axırda bir vərəqdə bax belə qarantılı bir şey olur və bu vərəq qaralanda necə ki günahı eləyirsən, fikir vermirsən ki, bir dənə bir şeydə nöqtə yığılır və axırda vərəqdə olur. Axırda qəlbin olur, ölür, vəsiyo. Nə namazdan ləzzət alırsan, nə zikirdən, nə Qurandan, heç nədən də. Onun hamısı bax özgüvəndə də elə işləyir. Nöqtə yığılır illər ərzində, özünüzə mükafatlandırmırsınız. Hər şey ailə üçün, hər şey yoldaşınız, uşağınız, ora, bura eləyirsiniz. Məsəl üçün, ən adi primitiv şey deyim də, evə konfet alanda alırsınız, məsələn deyirəm də, 10 manatlıq konfet, amma qonaq gedəndə, ya qonaq gələndə gedib alırsınız kilosu 30 manat olan konfet. Bax, bu o deməkdir ki, mən özümə qonağa qədər hörmət eləmirəm. Mükafatlandırmıram. Özümü qonaqdan aşağı bilirəm. Başa düşdünüz? Amma əksi olmalıdır.
ya əksi olmalıdır, ya da ən yaxşı halda öz qonağa 30 manatlıq konfet alıramsa kilosu, özümə də ondan alacağam. Çünki qonaq məndən üstün deyil. Mən də heç kimdən alçaq deyiləm. Başa düşdünüz? Temanı bildinizdə nədir, niyə məsələn bu məsələlər ortaya çıxır? İndi biz bunu necə qaldıracağıq? Nə etməliyik ki, özgüvən falan hamısı qalxsın? Çünki biz dünyaya gələndə bizim özgüvənimiz olmayan səviyyədə olur. Sıfır səviyyəsində olur. Düşür biz tərbiyə alarkən, danlanarkən, pis söz eşidərkən, çöldə küçədə kimlənsə dalaşıb uduzarkən və s. Sonra biliyimiz az olarkən, o az biliklə heç nə eləyə bilməyərəkdən bizim özgüvənimiz düşür. Ona görə uşağınız məsələn uşaqlıqda ən çox bu travmalar yaşanır və böyük bir həyata sıçrayır. Biz nə edirik? Birincisi əvvəldən dünən bir video baxdım. Dedi ki, bir ataydı, dedi ki, uşaq olarkən o hipnoz altında olur da. Necə ki siz uşağa deyirsiniz ki, şaxta baba deyilən bir şey var və o ona inanır. Böyüyəndə başa düşür ki, o yoxdur. Eləcə də hipnoz altında siz uşağı danlamaq, pis söz demək, güvəni sındırmaq, sən səysən, nə xarmısan, bu nədir, səni çırpacam, atan gələndə deyəcəm sən döysün falan belə deməklə onun özgüvənini özünüz qırırsınız. Bunlar olmamaq üçün uşaq nə qədər uşaqkən hipnoz altındaydısa, siz onu həmişə təlqin etməlisiniz, başa salmalısınız ki, sən krasavçiksən, sən uğurlusan, güclüsən, sən hazır cavabsan, nə bilim, yaxşı mənada da, nə bilim, sən güclüsən, sən nə eləsən uğur olacaq və ona asan, ən primitiv şeylər, məsəl üçün, tapşırıqlar verirsiniz, məsəl üçün 5 dənə, o onun 3 dənəsini yaxşı eləyir, orada bir uğur qazanır, amma ikisini eləyir, uğur qazanmır. Azərbaycanın orta statistik bir valideyni nə edir? Bax, burada fokuslanır və başlayır onu burada danlamağa və ona görə uşağın özgüvəni sinir. Amma ruslar nə edir? Amerikanlar, Avropalılar uşağın bax bu alınan şeylərdə cəmləyirlər fokusunu ki, sən uğurlusan. Gördün, mən sənə demişdim sən uğurlusan, həqiqətən də uğurlu oldun. Gördün, mən sənə demişdim sən beləsən, həqiqətən də belə oldun. Və belə-belə uşaq həqiqətən özünə inanmağa, güvənməyə, arxalanmağa, hörmət etməyə başlayır və siz də ona hörmətli yanaşmalısınız. Məsəl üçün, o otağında olarkən riski qapını açıb içəri girmək ona qarşı böyük bir hörmətsizlikdir hardasa. Yəni burada demir ki, bəs mən valideynəm, hər şey olar falan, yox. Uşağa siz qabaqcadan onun qranitsalarını qoymağa şey yaratmalısınız. Düzdür, indi uşaq haqqında danışıram, keçəcəm sizə, əsas sizsiniz. Sadəcə gənc, mənim yaşımda olan tələbələrimə ya takipçilərimə demək istəyirəm ki, onlar da kim bilmirsə bilsin. Uşağın öz qranitsalarını qoymağa şey eləyin, əvvəlcədən qoyun. İçəri girirsiniz, uşağın otağına, qapını döyün, deyin ki, onlar desə keçin içəri. Sabah ona kimsə hörmətsiz deyiləndə, o öz qranitsalarını qoruduğuna görə, siz ona əvvəlcədən öyrətdiyinə görə, sabah kimsə onun qələmini icazəsiz götürəndə dərsdə, məktəbdə, siz uşağın yanında olmayacaqsınız ki, ya kimsə onun dəftərini götürəndə, sumkasını götürəndə, o orada çıxıb ona qarşı cavab verməlidir ki, neynirsən sən, qoy yerinə, məndən icazə al sonra. Amma siz uşağın öz o hədlərini, qranitsalarını qoymasanız, sabah onu məktəbdə loxlayacaqlar da rahat, hər şeyini alacaqlar da əlində. Mənim elə o qədər sinif yoldaşlarım olub görmüşəm. Onun hamısı mama uşağı kimi böyütmək, çoxlu əzizləmək, temboli oğlan uşaqlarını əzizləmək, yəni qız uşaqlarını əzizləmək hardasa 60% olmalıdırsa, oğlan uşaqlarını 20% əzizləmək lazımdır. Birdən deyə bilərsiniz ki, sən də danışsan, belə şey olar. Gələcəkdə bu az əzizlənən, yerində əzizlənən də yəni uşaq çox uğurlu bir olacaq, amma çox əzizlənən mama uşağı sabah bir şeyə həyatda qərar verə bilməyəcək. Ailə quranda böyük bir əziyyətlər çəkəcək, pul qazananda ya kimləsə çöldə olanda böyük əziyyətlər çəkəcək. Ona görə çalışın uşağı çox sevələməyəsiniz, çox başına dönməyəsiniz və uğurlarında daha çox fokuslanasınız və uşaqlıqkən ona öz qranitsalarını bildirəsiniz ki, kimsə o qranitsadan içəri keçəndə o onu çölə çıxartsın da, desin çıx çölə. Deməsin ki, susmasın. Ən böyük Azərbaycanda problem oğlanların utancaq və zəif və mama uşaq olmaqdır. Sonra keçək sizə, böyük insanlara. Böyük insanlarda özgüvən sıfırdan aşağıdırsa, biz bunu necə qaldırmalıyıq? Bunun üçün bir neçə dənə yollar var. Birincisi yollar savaddır. Savad nə deməkdir? Məktəbdə oxuduğumuz, o da hardasa savaddır. Həyatda bizə bəzi yerlərdə lazım olacaq, amma əsl savad biz özümüz üçün öyrəndiyimiz şeylərdir. Məsəl üçün,
ingilis dilini öyrənmək istəyiriksə və buna vaxt sərf edirik və getdikcə, məsəl üçün, özgüvən belə bir şeylərdə artır da. Bu gün birinci gündür. 30 günün ərzində biz məsəl üçün bir iş görürük. Bu 5 gün də ola bilər, 1 ay da ola bilər, 3-4 ay da ola bilər, fərqi yoxdur. Biz birinci gündə heç nə bilmədik, ingilis dilində danışa bilmədik. 30 gün ərzində hər gün 5 dənə söz öyrəndik və 30 günə bu eləyəcək 150 dənə söz. Biz artıq 1 ay ərzində 150 dənə söz öyrəndik və özümüzü dünənki variantla, yəni dünən 1 ay bundan qabaqki variantla müqayisə edəndə biz artıq nəsə bilirik. Sıfırdan qalxdıq 150-yə. Və bu an biz ki, nəsə öyrənirik, bilirik ki, biz başa düşürük ki, nəsə öyrənmişik, nəsə bilirik, bizim özgüvənimiz artır. Özgüvən, yes. Məsəl üçün, mənim muskulum yoxdursa, mən gedirəm məşqə, 1 ay məşq edirəm, muskulum çıxırsa, mənim özgüvənim artır. Qadınlarda, məsəl üçün, qadınlar birinci gündə özünə baxmırlar, makiyaj eləmirlər falan, saçı dağınıq gəzirlər falan. Ən az şey deyim ki, kimin saçı düzdürsə qadınlarda, indi mənim yoldaşımdan mən bilirəm də, saçı düzdür. Məsəl üçün, hər dəfə onun saçı getdikcə qıvrıla gedir. Düz olanda daha qəşəng görsənir, daha səliqəli olur. Qıvrılı olanda sırazı Evdar xanımın effektini yaradır. Ona görə o ya, məsəl üçün, saçını ütüləyəndə olur qəşəng və daha da özünə güvənir. İnsan qəşəng olanda, qəşəng paltarda olanda, qəşəng geyimdə falan da olanda özünə daha çox güvənir. Biri var sportivkada toya gedəsiz, bir də var ki, kostyumda zada belə bahalı ziyafət geyimində harasa gedəsiz. O adama kostyum özü bir şey verir də. Saçı götürək. Saçınız məsəl üçün düzdürsə, düz olursa adi hallarda olmalıdır. Amma evə baxırsınız, ora qaçırsınız, bura falan, saçınız getdikcə qıvrılırsa, ya burada iki variant var. Ya saçınızı gedib ütülüyürsünüz. Saç düz olanda bunu gözlə görürsünüz və özünüzü 5 dəqiqə qabaqçı variantla müqayisə edəndə özünüzü daha yaxşı görürsünüzsə, deməli sizdə özgüvən artacaq. Hə, mən daha qəşəngəm, daha gözələm falan. Ya da ki, bir dəfəlik daha doğrusu keratina gedirsiniz. 6 ay ərzində o saç ütüləməkdən qurtulursunuz və hər gün özünüzü düz saç görürsünüz və hər gün özünüzü gözəl görürsünüz. Bu da sizin müqayisədə özgüvəninizi artıracaq bir şeydir. Bu istəyir özünüzə aid olsun, ya da ki, savadınıza aid olsun. Görünüş yazaq da bura. Görünüşünüzə əl gəzdirirsiniz, görünüşünüzə əl gəzdirirsiniz ya da savadınıza. Süni intellektdən nəsə öyrənirsiniz, ya bir kitab oxuyursunuz, nəsə öyrənirsiniz və 30 gün ərzində, 10 gün ərzində, 5 gün ərzində dünən nəsə bilmirdinizsə, bu gün nəsə bilirsiniz, özünüzü müqayisə edirsiniz. Bunda sizin özgüvəniniz artır. İkincisi, istəklərə hə deyəndə özgüvən artır. Məsəl üçün, və özgüvəndən əlavə burada hörmət də artır. Başa düşdünüz? Məsəl üçün, mən bugün bu markeri almaq istəyirəm, mən gedirəm bunu alıram. Mənim bir istəyim var idi, onu aldım və mənim beynimdə endorfin adlı bir hormon ifraz olunur və mən özümü daha da xoşbəxt hiss edirəm. Məsəl üçün, marker nümunədir, məsəl üçün, mən tutaq ki, orta statistik Azərbaycan millətinin istədiyi nədir? Mən iPhone istəyirəm, tutaq ki də. Mən bu gün 200 manatlıq cındır telefon işlədirəm, amma 2000 manatlıq iPhone istəyirəm. 2000 manatlıq iPhone alandan sonra mən özümü daha da istəyimi alıram deyə, istəyimə hə deyirəm deyə mənim özgüvənim və özümə qarşı hörmətim artır. Başa düşdünüz? Çünki mən bir şey istədim, ona hə dedim. Və bu sizdə hər şey ola bilər. Məsəl üçün, gedib adi gəzmək, istəyinizi almaq, abur-cubur almaq və nəsə almaq. Əsas odur ki, bir şey istəyirsiniz, ona hə deyin. Uşaqla çıxmısınız mağazinizə, cibinizdə 50 manat pul var, uşaq bir 10 manatlıq bir şey istədi, aldınız, 40 manatınız qaldı. Siz də bir 10 manatlıq bir şey almaq istəyirsiniz, alın. Deməyin ki, mənim yoldaşım, nə bilim, işləyir, problemlərimiz falan çoxdur. 10 manatla problem həll olunur. Ayda 3 dəfə, 4 dəfə özünüzə hə deyib, özünüzə 50 manat, 40 manat, 100 manat pul xərcləsəz, indi yoldaşınız yazın, yoldaşınızın ya özünüzün qazancınızdan asılıdır da. Yəni 50 manatla, 100 manatla ya da ki 20 manatdan ailələrdən asılıdır da qazancdan. Yəni problem həll olunur, yadınızda saxlayın. Əsas odur ki, özünüzə hə deyin bir şeydə. Özünüzə hə deməlisiniz. Ancaq yox desəz, axırda özünüzü qul hiss edəcəksiniz ki, mən hamıya borcluyam, amma mən heç nəyə layiq deyiləm. Yaxşı geyim, nəsə, o məsəl üçün toyda olur ya adamın
oynamağa dəvət edirlər. Özünə güvənməyən ya oynamaq istəməyən insanlar deyir ki, yox, mən istəmirəm, utanır. Çünki özünü artıq hardasa, indi bütün insanlara şamil olunduğunda mən misallarla izah edirəm. Məsəl üçün, sabah sizə kimsə nəsə təklif edəndə cəmiyyətində, siz onu içdən istəyirsiniz. Adi belə deyək də, qonaq gedirsiniz başqa bir evə və acından ölürsünüz. Mədəniz kürəyinizə yapışıb. Uca oradan da çıxıb gedib, yoxdur. Mədəni axtarırsınız ki, ağlınızdakı, orada söhbət gedir, maraqlı nəsə danışırlar, amma siz mədənizi axtarırsınız ki, hanı bu? Acından ürəyiniz gedir. Və sizə deyirlər ki, ay filan kəs, yemək yeyirsən? Deyirsiniz, yox. Özünüzü içəridə nə qədər söyürsünüz? Ayda, mən acından ölürəm, mən niyə yox dedim, mən niyə hə deyə bilmirəm, mən niyə falan şey eləyə bilmirəm. Bu, özünə qarşı güvənməkdən irəli gələn bir şeydir. O da ki, savadlanmaqla özgüvən artır. Görünüşünüzü dəyişməklə özgüvən artır. İstəklərinizə hə deməklə güvən artır. Üçüncü məsələ. Bunun hamısı mənim öz praktikamdandır. Sadəcə oğlanlarda başqa cürdür, qızlarda başqa cürdür. İndi mən qızlara aid deyirəm də, xanımlara aid. Üçüncü məsələ, məsələn, bir bizneslə məşğulsunuz, həvəsiniz düşür bir şeyə. O da ki, biznesdə, yəni evdən işləyəndə, ya çöldə işləyəndə həvəsinizin düşməyi normal bir şeydir. Çünki enerji düşür. Enerjini bərpa eləmək lazımdır. Enerji bərpa olunur nə vaxt? Nə vaxt ki, siz gəzməyə gedirsiniz, nə vaxt ki, siz gəzməyə gedirsiniz, nə vaxt ki, siz istəklərinizə hə deyirsiniz, nə vaxt ki, siz bir dənə motivasyon filmi izləyirsiniz. Hökmən motivasyon. Motivasyon film nədir? Və mən tələbələrimə bunun bir neçə dənəsini yollayıram əvvəlcədən ki, kursa gəlməmiş uca hazırlıqlı olsunlar da, beyin, mental, enerji cəhətdən. Motivasyon film budur ki, adi bir insan həyatda, real bir insandan söhbət edir. Motivasyon filmlər, yəni uydurulma bir şeylər deyil, fantastika deyil. Onlar real əsasında çəkilən bir filmlərdir, həyat hekayəsi. Filmin əvvəlində baş qəhrəmanın cibində 0 manat pul olur, ya çox olur, sonra sıfıra düşür, həyatın dibini görür. Filmin sonuna gələndə yenə də o 100 ya bu pilliyə qalxır, ya da ki sıfırdan başlamışdısa, kasıbçılıqdan varlı olur. Və siz 2 saat, 1 saat bu filmə baxanda bu birincisi özünüzü unutursunuz. Özünü unutmaq problemi unutmağa bərabərdir. Yəni, məsəl üçün, biz niyə hər dəfə gərgin gəzirik, beynimiz dumanlı olur falan. Kişilər, məsəl üçün, yorulanda nə edirlər? Gedirlər harasa bir kafeyə dost tanışla, qohum kişilərlə vururlar, gələndə araq hislə siz əziyyət çəkirsiniz, amma onlar özlərini unudurlar. Özlərini unudurlar deyə sabahsı gün duranda daha xoşbaxt, daha normal olurlar da, indi başları ağrıması. Qadınlar da gedib vura bilməzək, yəni bu o deyil, plus da ki, müsəlmana içki haramdır və çox təəssüf ki, bir çox özünə müsəlman deyən insanlar indiki zamanədə buna məhəl qoymur və rahat şəkildə içkini içir. Hərçənd ki, içkinin 1 qramı da haramdır, çoxu da haramdır və s. Yəni, bu dərinliyə girmirik. Əsas odur ki, demək istəyirəm ki, qadınlar içib özünü unuda bilmirlər. İnsan perzaqruskaya, necə ki, bir kompüter qızır, onun perzaqruskaya ehtiyacı var, soymağa ehtiyacı var. Bizim beynimizdə avtomat deyil. O da qızır, onun da atanda məsəl üçün pis atır da. Beyin kiminsə əsəbləşirsə, beyninin qapağı atırsa, başlayır hamının qabağında biçməyə, söyməyə, döyməyə, və s. Ən çox da bu ev sakinlərinə biruzə verir. Əgər sizin beyniniz qızıbsa, beyniniz partlayamağa az qalırsa, ya çölə çıxıb gəzməklə bunu bərpa edə bilərsiniz. Ya da ki, bir motivasyon filmə baxıb, 2 saat ərzində özünüzü unudub və plus o baş qəhrəmanın həyatına baxıb, sonra onun uğuruna baxıb və o elədisə, o məndən də kasıb idi, onun şəraiti məndən də pis idi deyib, onu başa düşür. Hə, deməli məndə də alınacaq. Onda alınırsa, məndən vəziyyəti qat-qat pis idi, amma məndən sonra milyon qat yaxşı oldu. Deməli mən də eləsəm, məndə alınacaq. Yeganə bir şey budur ki, mən özümə güvənim. Bax, burada da ümumiyyətlə, bax bu 3-cü bənddə güvən, inam, özünə qarşı etibar, hörmət, enerji, motivasiya, həvəs hamısı bir yerdə qalxır. Bax, bu motivasyon kinolara baxanda. Yəni, mən bu günə qədər işləyirəm, 6 il işləyirəm da biznes sahəsində və bu günə qədər də mən, məsəl üçün, bəzi insanlar nəsə eləyir və onlarda nəticə olmur deyəndə, onlar həvəsindən düşür və həvəsi mənfi olur. Onda o motivasyon filmə baxanda onlar çevrilir, onlar motivasiyası partlayan bir insan. Ya da ki, bir insan çoxlu iş görür, özünə istirahət vermir, 1 ay, 2 ay, 3 ay dalbadal işləyir istirahətsiz.
onda da insan öcə beyni qızır, perezagruzkaya ehtiyacı var, həvəsi düşür. Çünki öcə beyin yorulur da. Yəni biz təkcə fiziki yorulmuruq ki, nəsə ağır bir şey qaldıraq, ev yığışdıraq, ora-bura gedib. Bizim bədənimiz də yorulur, fiziki deyilir buna, fiziki yorğunluq. Və biz enerji olaraq da yoruluruq da, beyin olaraq da, mənəvi olaraq. Və mənəvi olaraq biz özümüzü savadlı bu özgüvəni artırır. Mənəvi özümüzü bax bu istirahətlə, gəzməklə, istəklərimizə hə deməklə, gəzməklə, istirahətlə və motivasiyon filmlərlə qaldıra bilərik. Yəni bu mənim 6 ildə özgüvənim, özümə qarşı hörmətim, enerjim, həvəsim, motivasiyam qaldıran bir şeylər oldu. Və siz də bunu eləsəniz, sizin də enerjiniz qalxacaq və bonus olaraq bu videonun altında mən sizin üçün 5 dənə motivasiyon film yazacağam. Motivasiyon filmlər, mənim məsləhət gördüyüm filmlər hansı filmlərdir? Dünyaca məşhur olan dünyaca aktyorlarla, böyük reytinq yığan, həqiqətən bir insanın hekayəsi olan, həqiqətən motivasiya verən, həvəs qaldıran bir filmlər olacaq. Bu videonun altında olan hamısının adını qeyd eləyəcəm. Siz onu sadəcə axtarışa yazsaz və onlar türk dilində olacaq. Çünki Azərbaycan dilində hamısı olmur. Azərbaycan dilində tapsam taparam, yazaram. Olmasa türk dilini hamımız başa düşürük də, türk dilində baxarıq. Siz bunlara əməl edəndən sonra özgüvəniniz də qalxacaq, özünüzə qarşı hörmətiniz də qalxacaq, enerjiniz də qalxacaq, motivasiyanız da qalxacaq, hər şeyiniz qalxacaq, qalxa gedəcək. Belə, necə deyərlər, ölkəni görmə aparmayacaq.